2 gün bundan qabaq öncə mən çıxmışam bu Qarabağımızı gəzməyə. Bir şey məni çox narahat elədi. Deyəcəm, diqqətlə qulaq asın. Deməli bu rayonlarımızda fərqi yoxdur. Laçın, Şuşa, Füzuli fərqi yoxdur. Görün indi nə deyəcək? Deyir, fərqi yoxdur deyir. Bütün rayonlarda, baxın. Rayonlarımızın kəndlərində bulaqlar var. Deməli bu imkanlı şəxslər var da, gedirlər həmin bulağı zəbt eləyirlər, nə bilim stol qoyurlar, setka çəkirlər. Deyələm ədəm, yəqin tarixi oxumusunuz da, tarix kitabları. Tarixdə var ha, çəpərləmə əməliyyatı. Eşitmisiniz? Çəpərləmə əməliyyatı gedir Qarabağ. Qarabağda yadınızdadır mı dünyada çəpərləmə əməliyyatı? Bax, Qarabağda indi nə gedir? Çəpərləmə. İndi getmişsən, daha doğrusu gedib qutarır. Sən o bulaqdan istifadə eləyəsən də, üzüne su vurasan, biraz sərinləyəsən, evdən getdiyin çörəyə qoyursan, qarşına ki bir tikə çörək yeyəsən. Gəlirlər ki, bəs bura pulatlıdır, bura pulladır. Mən başa düşə bilmirəm, bəs bu 6-7 il bundan qabaq niyə gedib oranı setkalamırdın? O şəhidlərimizin qanlı hesabına o torpaqlar alındı. Millətimizin, ordumuzun gücü hesabına o torpaqlar alındı. Onda niyə getmirdiniz? Nətər oldu? Bu işğaldan torpaqlarımız azad olan kimi hərə bir setka çəkdi. Mən şəxsən istədiyim hansı bu... Müvəkkillikəndir. Bir dənə çəpərlənməyən yer bura qalıb. Yəqin nümayəndəliyin yadından çıxıb ki, bunda hansısa qohumuna qərabasına versin. Qoy çəkim xəbəri olsun ki, belə bir yerdə var. Görün, qıraq rayonlardan kimi gətirə bilirsiniz. Sakinlər işləməsinlər. Baxın, belə bir yer var. Əsas sizin qohumlarınız üçündür. Tanışlarınız, dostlarınız üçün. Biz müraciət edəndə içərisində tikili yoxdur. Bununla müqavilə imzalaya bilmərik deyirsiniz. Amma özünüzünkülər gələndə elə qəşək tikili də olacaq, müqaviləni imzalayasınız. Sıkıntı. Qarabağ əldən gedib, Qarabağ yox deyə. Ay ki, Qarabağ yox deyə, Qarabağ indi daha betər işğal olunubdur. Baxın. Dövlət qurumunun işçiləri. Ağdərə rayon Vənkili kəndidir bura. Artıq bir ildir biz burada məskunlaşmışıq. Xankəndi xüsusi nümayəndəliyi heç bir sakindən maraqlanmır. İş yox, güc yox. Bizi tulluyublar bu meşənin ortasına. Maraqlanan yoxdur, nə yerik, nə içirik. Qabaqdan qış gəlir. 2 məktəb bitirmişəm. Ona baxmayaraq yenə maddə iş yoxdur. Mənim timsalda sakinlərin 90%-nin işi yoxdur. Qıraqdakı subyektiv obyektlərin hamısında veriblər özlərinin adamlarına, qıraqdan gələn cəmaata. Çörək qazanmağa heç cür şərait qoymurlar bizi. Allah. Ay qadın alim, 2 dənə heyvanı buraxanda çölə bir. Maraqlanırlar ki, bu heyvanı buraxıram, bu qoyunu çölə, bu qazı çölə buraxıram, bu hinduşkanı çölə buraxıram. Ay bu çəyirkə tapıb yeyə biləcəkmi? Ay bu heyvan o tapıb yeyə biləcəkmi? Ay heyvanı belə o buraxanda çölə, onu yeməyini düşünürlər, suyunu düşünürlər. Bu boyda insanları göndərib oraya İlham Əliyev düşünmürmü ki, bu insanlar nə yeyəcək? Söz deyəni ancaq səni belirlətdirərəm, helliyərəm, neyniyərəm, sən bilmirsən, kimə ilişirsən. Bizə gəl Azad Demokratik Respublikada yaşayırıqsa, sözümüzü sizə deyəndə, bunlar bu şəraiti yaradırsa bizə, hədə qorxu gəlirlərsə, neyiniyək biz? Çox xahiş edirəm, məni təcili surətdə bunların əlindən qutarasınız, deportasiya eləyəsiniz. Bir anasıcılıq var Bərdədən, baxaq. Bərdədən olan ictimai fəal Orxan Yusifov. Orxan Yusifov deyilən Bərdədə bir dənə valik balası var. Gəlib deyib bir məmurun, bulaqsadalan orada bir ərazi götürən bir məmurun asfaltladığı yerdən təkcə oranın həyətini, asfaltını çəkərək sanki bütün Xocalıya asfalt çəkilibmiş kimi göstərir. Fəal Orxan Yusifov. Orxan Yusifov Bərdədən, anana bəlliyim sənin. Orxan Bərdəli Yusifov. Bərdə xalqının samı pülühlü insanları anana bacına saflasın. Bərdədən olan ictimai fəal Orxan Yusifov gəlib Xocalı Xangölü kəndində çəkiliş aparıb ki, burada hər kəs razıdır. Qapılara qədər asfalt çəkilibdir. Hər şey güllük gülistanlıqdır. Yollar bu vəziyyətdədir. Skoru gəlmir, taksi gəlmir. 2 kilometr, 3 kilometr yol məsafəni əlimizdə sumka gedir. Qabaqda əsas yola asfalta çıxır ki, oradan taksi gəlsin götürsün. Gəlib nəsə çəkib paylaşırlar, azı göysəklər cəmaatın adından danışırlar. Baxırlar da yuxarıdan ki, burada hər şey yaxşıdır. Deyirsə, hər şey yaxşı deyil. Yollar bərbad gündədir. Bax, bunların hamısı təkər izləri. 4 çəkər maşınlar burada sabah deyilçir. Buradan sedan maşınlar, balaca maşınlar bura gələ bilmir. Heç kim gələ bilmir. Bax, ailələr yaşayır, evlərdir.